70'in artıq, bax 60-a vurub 100-ə bölərək sən bunu tapırsan ki, görün bu 60% nə qədərdir? Bu 2 sıfırdan bu 2 sıfır gedir. 6 dəfə 7-dən 42 40. qalır. Aha. Amma səndə endirim olunan qiymət 42-dir. 42 manat, yəni 60% endirim olunmuyor. Yəni 42 manat endirim olunub. 70-dən 42 çıxanda nə qədər qalıb? 28. 28. Artıq sən yeni qiymətini soruşursan. Yəni demir ki, neçə manat endirim olunub. 3-ü deyin görüm. Biraz yazıb vaxt itirməkdənsə biraz şifahi eləməyə çalışın. Bir sürətli yazırsınızsa da sürətli yazın. Yəni daim müzakirə eləyin ki, vaxtımıza çox şey sığdıra bilək. Üçü necə yazırıq? Mən bilmədim. Görə yaxşı ki, bunu açmışam ki, burada ümumi faizi bütöv formada öyrənəsiniz lazım şeyləri. Bu 600 manatdır. Maaş alır. 20 faizi borclara gedir. 40 faizi də ev kirayəsinə. Ümumi neçə faizi gedib? 60%. 60 faizi. 20 faiz ora, 40 faiz bura. Ümumi neçə faiz gedib? 60 faiz. 60. Yox gedən pulu tapaq. 600-ün 60 faizini tapaq. Görək pulla nə qədər gedib? 600 vurulsun 60 bölünsün 100-ə. Bu 2 sıfırdan bu 106. gedir. Aha, 600-ü 120. 6-ya vuranda neçə eləyir? 306. 360. Gedən pul nə qədərdir? 360 manat. Qalan nə qədər olacaq? Qalxır, çıxacaq. Aa, isə 360-dan 600-dən çıxarsan 360 nə qədər qalacaq? 240. Aydın oldu? 4 Mhm. Bəli. yazırsınız. 2 dənə yol var bu 4-ün. Həm düsturla, həm Ne ümumi. ola bilər normalda? D variant 400. Yox. Sorumlu hansı səhv yazır bilmirəm. Nə oldu? Niyə sarsıldın? Bu qədər asan sualın üstündə niyə bu qədər qalırsınız? 4 dəfə bahalaşıb. 2 dənə yolun deyəcəm. Bahalaşma artım düsturudur. Yəni bahalaşıbsa qiymət artır. 2 düsturdan istifadə edə bilərsiniz. 1 n minus 1 vurulsun 100%. Bu bizim artım düsturumuzdur. N-i nə qoyacaq yerinə 4? 4-dən 1 çıxanda 3, 3-ü də 100-ə vuranda eləyəcək 300. Cavab olacaq C variantı. Bir bu yolla istifadə edə bilərsən. Ya da deyərsən ki, məsələn, malı ilkin qiymətdir. Malı neçə manata sata bilərsən? Bir dənə dəftərdə neçə manata sata bilərsən? Məsəl üçün 1 manata. Bu sənin satdığın qiymət 100%-dir. İlkin qiymət 100%-dir. 4 dəfə bahalaşıbsa, biri 4-ə vuranda 4 eləyir. Bax, 1-dən 4-ə gedəndə 4-ə vur. Buranı da 4-ə vurmalısan. 100-ü 4-ə vuranda neçə eləyir? 400. 400. Bax, neçə olacaq? 100 idi, 400 olub. Nə qədər bahalaşıb? Neçə faiz artıb? 100-dən 400-ə gedəndə nə qədər artıb? 300. Cavab olacaq C variantı. Bu yolla da tapa bilərsən. Sənə demir ki, neçə faiz bahalaşdı, nə qədər faiz oldu demir. Deyir neçə faiz bahalaşdı. Aradakı o fərqi soruşur səndən. 5-i yazın görüm.
Eyni üsulla bax, ikinci dediyim yolla qəşəngliklə 5-i həll edə bilərsiniz. Sadəcə biraz sürətli həll edin, çox yavaş gedirsiniz. N plus 1 vur 100 müəllim. Yox, n-1 vurulsun 100% dediyim kimi. Bu tip suallarda bax istifadə edə bilərsən. Çünki burada bir dəfə 4 dəfə deyir, amma burada n-in 2 dənə qiymət var. O üsuldan yox. İkinci yazdığın bu yolla həll edə bilərsən. Mala bir dənə ilkin qiymət ver. Mənim orada cavab 800 ola bilər. Yox məncə. 100. Bax, bir dənə dəftər satırsan, qiymət ver. 1 manat. 1 manat sən ilkin qoyduğun qiymətdə olacaq 100%. 4 dəfə qaldırıb, biri 4-ə vuranda neçə eləyir? 4. 4, 4. Sonra 2 dəfə qaldırıb, 4-ü də 2-yə vuranda neçə eləyəcək? 8. 7 nə 8. olacaq? 8. Xətti çək. 1-dən 8-ə getmək üçün biri neçəyə vurmalısan? 7. 8'e. 8-ə vurarsan, düzmü? Dəfə artımdan gedirsən. Bəli. Biri 8-ə vurarsan ki, 8 olsun. Buranı da 8-ə vurmalısan. Neçə olmalıdır? 100-də 8-ə vuranda 800. Nə 800. qədər dəyişib? 700. Oysa 100 imiş 800 olub. Nə qədər artıb? 700. Azalımda indi bu qaydada azaldı biləcəksiniz sadəcə. Bax, eyni sualdır. Sadəcə bir dənə problem var. Bir dəfə qaldırır, bir dəfə aşağı salır. Bir dəfə 6-ya vurasınsa, sonra 2-yə bölməlisən. Yazın görüm tez. Hmm, 200'dür müəllim hanım. Digərlər siz hesablayın, siz öz fikrinizi deyin, yoxlayaq. Mən də 200. Bax, bir dənə mal 1 manat verildi qiyməti. Həmişə birdən verin. 100 elə qiymət olacaq ki, görəsən ki, lazım yerdə birdən yox, başqa rəqəmdən istifadə edəcək 7-dəki kimi. Deyəcəm onda. 1-ə 100%-dir. Bu sənin ilkin verdiyin qiymətdir. Sonra sədr 6 dəfə qaldırdı. 6 qat qaldırdı. 1-i 6-ya vuranda oldu 6. Sonra 2 dəfə yendirdi. 6-nı 2-yə böləsən. Uşaq yendirmisənsə bölməlisən. 6-nı 2-yə böləndə 3. Qiymətin olacaq 3. 1-dən 3-ə getmək üçün biri neçəyə vurmalısan? 3-ə. Bura 3 dəfə artıda. İndi 100-ü də 3-ə vuranda bura neçə olacaq? 300. 100. Bir də faiz dəyişdi. 100-dən 300-ə getdi. 200. Mhm. 100. Daha sonra biz də səndə bu görüntünüzü kiçildim olsa görüntülər bağlıdır. Aha. Mənim orada 300'ü necə aldıq? Bax, buradan 6 bölünsün 2 bərabərdir. 3 eləyəndən sonra bu 1-dən 3-ə gedib 3 dəfə artıbsa, 100-ü də 3-ə vurmalısan. Neçə olmalı? Onu da vuruyor. Ha, bildim, 300. Yəni sol tərəf necə artırsa, sağda eyni artmalıdır. Dəfə artımında baxırıq eyni formada. Sualı verən kim idi? Vəfa müəllimə. Tam aydın oldu nə demək istəyirəm? Qaranlıq bir şey qalmadı ki, Vəfa. Mən başa düşdüm. Hayır, Hə. başa düşdüm. Bax, burada sənə deyir ki, 10 il əvvəl bu rəqəm sizi karıxdırmasın. Bundan istifadə eləmirsən. İstəyir 10 il əvvəl, istəyir 5 il əvvəl. Sən dəfə artımına baxırsan. Bir dənə məhsulun qiyməti 4 dəfə ucuzlaşıb. Burada bir demə məhsula, çünki biri 4-ə bölə bilməyəsən. 4-ə bölünən bir rəqəmdir. Məsələn 16-dır. 16 manata bir dənə məsələn paltar satırsan. Bu sənin olub 100%. Sonra 4 dəfə ucuzlaşdırmısan. 16-dan salmısan neçəyə? 4-ə bölənə neçə eləyir? 4. Aysə 16-nı 4 dəfə azaltmısansa 16-nı 4-ə böləndə 4 olur. Buranı 4-ə bölmüsənsə buranı da 4-ə bölməlisən. 100-ü 4-ə böləndə neçə edir? 25. Nə qədər dəyişib? 100-dən 25-ə düşüb. 5. Neçə? 75. Aysa burada 25 götürməyin qətiyyən, çünki 25 yeni qiymətdir. 100-dən 25-ə düşüb. Nə qədər dəyişib? 75%. Olur D variantı. 8-i yazın görüm eyni qayda ilə. Bu dəfə də elə rəqəm götürün ki, 20-yə bölünən olsun, daha rahat olsun sizin üçün. Yazın.
Mən 5%. Neçə faiz? 5%. Düzgün bax misala. Ya da bir də gözlə, birdən düzgün baxarsan, mən səhv baxaram. Yox, 5 olmaz. Düzgün bax. Yox, mən 95 çaşıb 120-yə böldüm. Bölməmin 95 aldım. Sınavdan bölmüşdüm, ona görə səhv. Birinci səhv bildim. Bax, 5-ə bölünən 500 söhbətinə fikir vermirsən, 20 dəfə ucuzlaşma söhbətinə baxırsan. 20-yə bölünən bir ədəd ver, məsələn 40. 40-ı 20-yə böləndə necə düşür? 2. Burada 40 100%-dirsə, buranı 20-yə bölmüsənsə, buranı da bölməlisən. 100-ü 20-yə böləndə neçə düşür? 5. İndi artıq bax, 100-dən 5. 100-dən 5-ə gedib. Nə qədər olur? 95. Onu görürəm, Mən təkrar diqqətlə bax. Eyni qaydada 9-u yazın, bir də biraz tez yazın. Bu ləhniklə geçsəz, heç eləməyəsiniz. Biraz tez-tez. İmtahanda vaxt deyilən bir şey də var. Bunu da nəzərə alın. Biraz sürətli işləyin. Müzakirə eləyə işləyin. Sakitcə işləməyin. başa düşmədim axı. Burada məsələn 160 götürürük. Yo, bu dəfə də 80% azaldır. Bu dəfə faiz tərəfini azaldasan, digərini olduğu kimi saxlayasan. Yəni, bu dəfə birinci rəqəmlə yox, faiz tərəfdən başlayasan misala. 100-ə yaxın bir rəqəm verdim. 180 olubsa, 80% azalıb 20 olubsa, 10 neçə olacaq? Elə düşünə bilərsən. Ya məsələn, 80% 100-ün neçə hissəsidir? 5-də 4 hissəsidir. Elə baxa bilərsən. Bax, bir malın qiyməti deyir 80% azalıb. Düzdürmü Tünzalə? Bax, malın qiyməti nədir? 100%-dən giriş eləyərsən. 100%. 80% azalıbsa neçə olub? 20. 20. Aha, 20%. Aşağısına yazın 20%. İlkin bir qiymətdir də. Bax, 100-dən 20-yə gedərkən neçəyə bölünür? 5-ə. 5-ə. Ona görə deyirəm ki, bu tərəfə 10 ver. Bu 10-dur. Onu 5-ə böləndə neçə olacaq? 2. 2. Buranı da bölməlisən də, düzdürmü? Nə qədər azalıb? 8. Dəfə deyil. Dəfə sözünü diqqət yetir. Nə qədər azalıb? Neçə dəfə azalıb? 2 dəfə. 10 ün 5 dəfə. Neçə 5 dəfə azalıb? 5. Aha, 5 onu da dəfə. görsən 5 dəfə. 5 Cavabı dəfə. B variantı. Eyni şeydir, sadəcə bu dəfə faizlə başladınız da. Bax, eyni şey məsələn 10-cu sualda da var. 25% qazanc deyir bu dəfə sənə. Bir şey qazancı əldə edirsənsə 100%-dir, üstünə gəlməlisən. 100 üstünə 25 gələndə eləyəcək 125. Düzdürmü? Sənin 125%-in, yəni 25% qazancla baxdığın qiymətin 500 manatdır. Verib 500-ü. Alış qiymətini soruşur. Demişəm bir şeyin beh qiyməti olsun, alış qiyməti, ilkin qiyməti neçə faizdir? 100%. 100%. Altına yazırsan 100-ü. Burada yazırsan x. Düz mütənasib asıllıqdır, çarpazdan baxasan. Kəsir xətti çəkirsən, çarpazdakı 125-i yazırsan məxrəcə. 500 vurulsun 100-ü sürətdədir.
Sürət məxrəci nəyə ixtisar aparıram? 500 olsun 100-dür bu. 25-ə ixtisar apara bilərəm. 125-i 25-ə böləndə 5 dəfə, 125-ə böləndə 4 dəfə. Bu 5 ilə də bu 500 ixtisar gedir 100. 100-ü 4-ə vuranda neçə edir? 400. 4. Deməli, ilkin qiyməti, alış qiyməti nə qədər imiş? 400 manat. 25% artırandan sonra 500 olur. Aydın oldu. Aydın Burada başqa. münasibdə qaçıb 25-ə 500 yazmayın. 25% artıbsa 100-ün üstünə gəl, 125 ilə apar. Əgər yox, endirilibsə 100-dən çıxmalısan. 11-i yazın. Yetmiş. 70 niyə? Gəl yoxlayaq bir dənə. Bax 30% gəlir deyir. 100-ün üstünə 30 gələndə elədi 130. 130-a neçədir? 91. İlkin yenə soruşur qiymətini səndən. Maya dəyəri nə qədərdir? X. Yəni çarpazdan 130 sal məxrəcə. 100 vurulsun 91-də sürətdə. İlkin olaraq nəyi ixtisar aparırsan? Bu sıfırla bu sıfırı. 13-dən də 91 gəlir. 13-ü 13-ə böləndə 1 dəfə. 91-də 13-ə böləndə 7 dəfə. 10 vurulsun 7, bəli 70. 12-ni yazsam, biraz sürətli gedin, çox yavaş gedirsiniz. Bu dəfə xərcləyib artıq. 100%-dan 40-ı gəlməyəsən üstünə. Xərcləyib çıxmalısan. 60-a 150 və çarpazını 60 ilə aparasan. 40% gedibsə 60-ı qalır. Sənin 60%-in 150 manat imiş. 100 nə qədərdir? X. Eyni qaydada kəsir xətti çəkiləcək. Çarpazda qarşısında duran məxrəcə 100 vurulsun 150-də sürətə. Neçə? Ümumi qiyməti deyirsən, yoxsa buraya 250. 350, 250. Düz deyil, nə mikrofon? 250 tapdım mən. Ürəklə danışın qutarım, axırda görün nə deyirsiniz. Bax, 6-nı 3-ə bölərsən 2 dəfə, 150-ni 3-ə böləndə 50 dəfə. Bu 2 ilə də buranı 10 aparsan, hə, 5 vurulsun 50, 250 eləyər. 10-cu yazın görüm. Mən burada faizləri toplamalıyıq da əvvəlcə. Getmək məsələsinə bax, 20% oğlunun kursu ödəşir, 30 ona gedib, 15-də buna gedib. Qalan pul bu qədərdir. Topla, aldığın cavabı, bu gedəndir. Gedənlə işin yoxdur. Qalanı almaq üçün, bax bunları topladın, 30, 20, 15 neçə elədi? 65. Qalanı veribsən, 65. gedən yox. 100-dən 65 çıx, gör neçə faizin qalıb? 35%. 35% nə qədərdir? 455 manat. Ümumi bütöv pul nə qədərdir? 100%. 100-ə də çarpazdan x-i ver. Get oradan x-i tap. Yəni topla, amma yekunda 100-dən çıxır topladığın faiz qiymətini. Çünki sənə gedən pul yox, qalan pulu verib. Min 300. Digərləri tapa bildi 1300-ü. Nə
Yəni burada hesablamaqda hamısını dedim. 30, 20 toplayırsan, 15-də gəl 65. 100-dən 65 çıxdı mı qaldı 35. 35% qalıbsa 455 manatdır. 100% də x. Çarpazdan yazanda qalır 1300. Hamı ala bildi, yoxsa yazaq? Almışam mən. Bu qəşəng sualda burada bir dənə açar şey var. Buna fikir verməlisiniz. 14-ü yazın. Bir dənə açar söz veriyoruz sana. Mən 150 aldım müəllimə. Digərləri siz də tam hesablayın, qiymətinizi deyin, yoxlayaq. Tənasüb qrupuda itirim faizi 30 manatsa, 100 faizini x manat edirik. Sonra 30'u vurup 100'e bölü 20'ye 150 manat edirdi. Bax, deyir ki, 20%-lə bax, nəvələrinə hədiyyə, 60%-lə ev xərclərini ödəyib. Nə qədər faiz gedib ümumi? 80. 20 ilə 60 toplayırsan 80. Aha. Nə qədər qalıb? 20 faiz. 20. 20. 80-i gedib 20 qalıb. İndi 20%-ə pul olaraq nə qədər pulu qalıb bunun? Bax, burada sənə deyir qalan 30 manatı ilə. Deməli, nə qədər qalıb? Bu qədər xərcləyəndən sonra 30 manatı qalıb. 20%-i 30-sa, 100%-i nə qədərdir? Heç tənasüb aparmağa ehtiyac yoxdur. 20-dən 100 almaq üçün nəyə vurub? 5-ə. Deməli, buranı da 5-ə vuracaq. 30-u 5-ə vuranda neçə edir? 150. 100. Çarpazdan da getsən eyni qiyməti alırsan. 15-i yazın. Dört yüz eşitdat. Nə qədər? 400 eşitdat.
480 baxım bir dənə şifahi. 480 olar. Hə. 14% zərərlə 100% idi. 14-ü gedib nə qədər qalıb? 86. 80. 86. 86-ya nə qədərdir? 344. Eləyəcəyiniz səhv nədir? 20-ni gətirib bu 86-dan çıxarsınız. Yox. Yeni ücə qiymətdən gedir söhbət. Başqa bir maldan gedir və ya yeni bir faiz artımından. 100-dən 20 çıxanda nə qədər qalır? Yox, bu dəfə gəlir deyir. 100-ün üstünə 20 gəlməsin. Nə qədər eləyir? 120. 120. Qaçıb bu 86-ın üstünə gəlməyin. 100-ün üstünə gəlin hər dəfə. Bu da eləyəcək neçə faiz? Neçə manat deyir? X manat. Kəsir xəttini çəkirsən 86 məxrəcdə. 120 vurulsun 344-də sürətdə. 86-nı 86-ya böləndə bir dəfə, 344-ü 86-ya böləndə 4 dəfə. 120-ni də 4-ə vuranda neçə eləyir? 480. Belə rahat ixtisar apara bilmirsinizsə 2-yə bölə-bölə sadələşdirib aparın. Cavab olur 480. Neçə saniyə? Kimdir burada baxın? Hayır, sual aydın olur. Aydındır, amma siz başa salandan sonra aydın olur. Yəni, qaranlıq bir şey qalmır ki, izahdan sonra. Yox, qalmır. Sadəcə özüm həll edə bilmirəm. Bilmirəm niyə, amma özüm həll edə bilmirəm. Bax, bu sualda nəysə bir şey qaranlıq qalmadı 15-də. Yo, mənim. Başa düşdüm hər 16 şeyi. da eyni qaydadadır. 20% gəlir deyirsə 100-ün üstünə 20 gəlməsən, 30% zərər deyirsə 100-dən 30-a çıxırsan. 16-nı bizim özün tam formada yaz. Gör ala biləcəksən. Vəfa səndə problem yoxdur. Mən 16-dan 100 tapdım. Əla, bax səsi gələn bir vəfadır, bir də Tünzalədir. Dərya səsin gəlmir, Şəms səndə də. Sakitçilikdir. Onda Ya, 120 Yaxşı ki, yazırıq. deyir də sakitçilik. Biraz şey olun, cavab verin falan bir şey eləyin. 120 qarşısında yazırıq 240. 20% gəlir də, hə, 120. 120 üstün qarşısına yazdın Çarpı 240. Aysa yazarsan ki 120-yə 20% artımı varsa. 120-yə neçə manat verib? 240. 30% zərər deyirsə 100-dən 30 çıxırsan 70. 70-də də 70. x. Kəsir xəttini çəkirsən, çarpazda bax qarşısına duran 120-ni məxrəcə yazırsan. 240 vurulsun 70-də sürətdə. Bax, bu 120-ni 120-yə bölsən bir dəfə, 240-ı 120-yə böləndə 2 dəfə. 2 vurulsun 70 neçə edir? 140. 140. Tahirə yaza bildim, problem olmadı. Hə, yox, problem olmadı yazdım. Hə, Allah. 17-ni yazın görüm sərbəst. Bunu da yenə üstünə 100-ün üstünə 25 gələcək. 5-5-i neyniyəcək bəs mənimə? Sənə deyir ki, gün ərzində meyvənin kilosunu, bax, kilo söhbəti var. Kilosunu 5 manatdan satıb, 25 manat qazanc əldə edib. Axşam isə qalan meyvələri 50% zərərlə satıb. Axşam ev qayıdan vəli həmin meyvədən 3 kilo alarsa, nə qədər pul ödəməlidir? Kilosunu 5 manatdan satır. Bu kilosunu 5 manatdan satan zaman 25% gəlir qazanc əldə edib. 100 imiş 25% qazanc əldə edib 5 manat olub bu. Yəni yazırsan ki 125-ə 25% artıq burada artımı nəzərə al. 125-ə neçədir? 5 manat. Sonra sənə deyir ki 50% zərər 100 idi. İlkin qiymətdən 50% zərər edib də. Sən qoyduğun qiymətdən 50% zərər eləmərsən ki ilk aldığın qiymətdən eləyirsən. 100 imiş 50% zərər 100, aha. 100-dən 50-si gedib qalıb 50-si. 50%. 50-ni birinci tapırsan x. Birinci 1 kilonu tap gör. 1 kilonun qiyməti nə qədər imiş? Kəsir xəttini çək. Məxrəcə 125 120. x. Sürətə də 50 50 vurulsun. vurulsun 5. 50 vurulsun 5. 5-i 5-ə bölsən bir dəfə. 125-i 5-ə bölündə neçə düşür? 25. 50-ni də 25-ə böləndə 2. Deməli 1 kilosu neçə manat imiş? 2 2 manat. manat. Sənə də deyir bu 3 kilo al. 3 vurulsun 2 neçə edəcək? Nə qədər ödəyəcək? 6. 6. Aydın oldu. Bəli, mənim aydın oldu. Burada dediyim kimi ən diqqət eləməli olduğunuz şey 50% zərər deyil. Sən bir şeyi almısansa, onu 25% xeyri ilə satırsansa, zərərə gedən zaman
satdığın qiymətdən getmir, aldığın qiymətdən gedir. Aldığın qiyməti yendirirsən artıq. Ona görə artıq 100-dən çıxın əlinə, 125-dən çıxmayın. 1 kilonun qiymətini tapırsan, çünki hər kilosundan gedir axı 5 manat. 1 kilonu tapdın 2 manat, 3 kiloda nə qədər eləyəcək? 6 manat. 18-i yazın. Qırx olacaq. Digərlər də yazsın, yoxlayaq, hamı yazsın. Müəllimə mən 60 tapdım. Mən də 40. 25 nəfərlik bir sinifdə 10 nəfər oğlan şagird var. Sinifdəki şagirdlərin neçə faizi qızdır? 25-indən 10-u oğlandır, neçəsi qızdır? 15. 15 nəfər də qızdır. Sənə 15 nəfərin faizini soruşur. Kəsir xəttini çəkirsən, sürətdə səndən qızı soruşur. Sürətdə qızı yaz. 15-i. Məxrəcə nə yazırdıq? Bütöv al. Ümumi. Ümumi nə qədər uşaqlar? 25. 25. Faizlə 25. ifadə edirik, vurursan 100-ə. 7. 25 25-ə bir dəfə, 100 25-ə bölünür 4 dəfə. 4 vurulsun 15 neçə eləyir? 60. Cavab olacaq hansı variant? C variant. Tənasüblə də apara bilərsən, amma kəsrən rahatıdır. Gözləyin linki təzəliyim, təzədən qoşulun.